Ekranda görünür hər bir şey yaxşıdır. Mənim ekrandan paylaşmışsınız. Görsənmir hal-hazırda. Aha, bir dəqiqə. Yenidən paylaşım. Aha. Hal-hazırda görünürmü bəs? Bəli. Əla, super. Bəli. Super. Deməli, bizim dedik ki, imtahanda informatikadan 25 sual düşür ümumilikdə bizə. Səhvlər düzləri aparmır, ancaq ki, minimal keçid balınız 5-dir. Yəni 5 dənə yazmasanız, lap 95 bal toplasanız belə yenə də kəsilmiş sayılırsınız imtahanda, bilirsiniz ki. Ümumi bizdə imtahanda yekun 100 dənə sual mövcuddur. 50-si məntiqə, 25-i ingilis dilinə, 25-i isə informatikaya aiddir bu suallardan. İndi bunlardan belə deyək ki, məntiqdə səhv etmirəmsə minimal keçid balı 15-dir. İngilis dili və informatikada isə 5 kimi dəyərləndirilir. Əksər ixtisasların isə ümumi, yəni müsabiqəyə buraxılış balı adətən 45 baldan başlayır. Yəni ümumi topladığınız bal minimal ən azı 45 olmalıdır ki, heç olmasa belə deyək ki, müsabiqədə iştirak hüququ əldə edəsiniz. Amma indi 45 bal təbii ki, biz onun üçün çalışmırıq. Çünki 45 balla qəbul olmaq çox-çox çətin məsələdir. Ən azı bizə bir belə deyək də, ən azı bir 55 bal lazımdır ki, heç olmasa biz artıq ümidlənək və bunu da toplamaq çox sadədir əslində. İnşallah ki, bizim dərslərlə də buna əmin olacaqsınız ki, sadədir toplamaq. İndi Access mövzusundan imtahanda 2 sual düşəcək bizə. Yəni 2 sual az sual deyil, çünki əksərən 1 sual düşür bütün mövzulardan. Access-dən də 2 sual düşür. O səbəbdən də diqqətlə qulaq asaq və öyrənək. Deməli, verilənlər bazası ümumiyyətlə nə üçün bizə lazımdır? Baxın, deyək ki, məsələn, Azərbaycan Daxili İşlər Nazirliyində Azərbaycan vətəndaşlarının bazası mövcuddur. Həmin bu bazada bizim ad, soyad, ata adı, yaşayış ünvanı, doğum tarixi və sair kimi məlumatlarımız daxil edilir və ölkədə nə qədər insan varsa, hər birinin məlumatı həmin bazada öz əksini tapır. Hətta belə deyək ki, biz həmin bazanın sırf özümüzə aid olan hissəsinə giriş də əldə edə bilirik. Yəni Erqobaz vasitəsilə biz şəxsiyyət vəsiqəmizin fin kodunu daxil edərək həmin bazada bizim üçün ayrılmış hissəyə giriş edib, oradan səhiyyə məlumatları, təhsil məlumatları və sair kimi şeylərə Erqobazdan bilirsiniz ki, artıq biz də baxa bilirik məsəl üçün. Deməli, verilənlər bazası, verilənləri, yəni istənilən hər hansı bir informasiya verilən sayılır, data sayılır. Yəni data sözünün Azərbaycan dilinə tərcümə edilmiş versiyasıdır verilən dediyimiz şey. Yəni daha doğrusu quruluşu konkret bir sxema uyğun gələn verilənlərin bir bazada toplanmasına biz deyək ki, verilənlər bazası deyəcəyik. Həmin o bazanın üstündə işləmək üçün, bazanın tərkibinə yeni məlumat əlavə etmək, bazadakı müəyyən məlumatları oradan silmək, onları yeniləmək və s. Bu tipli işləri görə bilmək üçün isə biz verilənlər bazasını idarə etmə proqramları adlandırdığımız proqramları istifadə edirik. Həmin o, biz buna qısaca VBIS proqramlar deyirik. Həmin o VBIS proqramlarından ən çox istifadə olunanlarından biri, ən azından Azərbaycanda ən məşhur olanlarından biri məhz Access proqramıdır. İndi biz bu Access proqramının tərkibini geniş şəkildə proqram kimi öyrənmirik. Biz bu Access proqramında necə məsələ işləyə bilərik, verilənlərlə, datalarla necə işləyə bilərik, biz onu öyrənəcəyik. İndi ilk sualdan başlayıram. Deməli, bu 87-ci sualda mənə deyir, ki, mən sənə belə bir baza vermişəm. Bu formada gördüyünüz bu aşağıdakı bazadır. Fikir verirsinizsə, işçinin ad, soyadı, yaşı və onun aldığı əmək haqqı ilə bağlı olan bir baza, qısa bir fraqment verilib bizə burada. Həmin bu bazadan yuxarıda verilən sorğu, bax bu gördüyünüz sorğudur. Bunlara sorğular deyirlər. Yuxarıda verilmiş sorğuya uyğun gələnləri seçmək lazımdır. İndi biz bu sorğularda bəzi operatorlarla qarşılaşacağıq. Birincisi ola bilər AND operatoru. İkincisi ola bilər OR operatoru. Not, like və s. İndi bizə bunlar lazımdır deyə, yəni hesablamalarla işləyəndə əsasən bunlarla işləyirik deyə, mən sizə hal-hazırda bunlardan danışacağam. Deməli, AND nədir, OR nədir, not nədir, like nədir? İlk öncə burada mən AND-i görürəm. Baxın, biz AND operatoruna kəsişmə deyirik. Kəsişmə də deyirik, bəzən yəni təbii heç kimin xəttinə dəymək istəmirəm, amma sadəcə bir gülüş üçün buna biz qaynana da deyirik. Yəni AND-ə qaynana deyirlər, ora gəlin deyirlər. Niyə görə? Çünki AND biraz belə didik bir funksiyadır. Yəni
yəni səhv bağışlamır da, səhv qəbul etmir qəti şəkildə. Orama belə üz yola, yəni nə desən eləyən, təbii indiki dövrdə deyəsən proses biraz əksinədir, amma yəni or funksiyası da elə belə könlü yumşaq bir funksiyadır, belə deyək. Niyə görə belə deyirik? Gəlin baxaq. Deməli, deyək ki, sizə məsəl üçün 300 dənə şərt verilib. Bu verilən 300 dənə şərtin ortalarında isə and yazılıb. Hamısının ortasına and yazılıb şərtlərin, sorğuların. İndi bu sorğunun cavabı ya doğru çıxa bilər, ya yalan çıxa bilər. Yəni sorğunun nəticəsində 3, 5, 8 deyə bir qiymət almırıq biz. Ya düzdürsə plus deyirəm, yəni true deyirəm, yalandırsa false ya da minus deyirəm. İndi nə zaman bu false çıxır, nə zaman true çıxır? Əgər sizə verilən şey and-dirsə, yəni qaynana funksiyası belə deyək ki, sizə verilibdirsə, o zaman verilmiş sorğuların hər biri ödənməlidir. Yəni tutalım ki, 300 dənə sorğu var. 300 dənədən 299 dənəsi ödənir, 1 dənəsi ödənmir. O bir dənəyə görə bütün ödənənlərin də üstündən xətt çəkir və ümumi yekun nəticəni minus kimi qəbul edir. Or funksiyası isə əksinə prosesdə işləyir. Or funksiyasında məsələn 300 dənə sorğu var. Ortalarda isə or verilib deyək ki, əgər 299 dənəsi səhv olsa, sadəcə bircə dənəsi düz olsa, o bir dənə düzün xətrinə or funksiyası bütün mənfilərin də üstündən xətt çəkir və hamını plus kimi qəbul edir. Yəni bütün prosesi müsbət kimi qəbul edir. O səbəbdən də and funksiyasının cavabının doğru çıxa bilməsi üçün verilmiş hər şey doğru olmalıdır. Or funksiyasının cavabının doğru çıxa bilməsi üçün isə sizə bircə dənə belə doğru olsa kifayət edəcək. İndi gəlin bunu tətbiqi şəkildə göstərək. Mən əslində sizə bunu indi dediyim qayda ilə, indi dediyim plus minus ondan da göstərəcəm. Həm də daha dəqiq qayda olan kəsişmə birləşmə qaydasını da göstərəcəm. Amma mən sizin imtahanda əsasən kəsişmə birləşmə qaydasına getməyinizi istədiyimə görə ilk nəyi öyrətsən adətən tələbənin də yadında o qalır deyə ilk öncə sizə kəsişmə birləşmə qaydasını öyrədəcəm, sonra plus minusa baxarıq. İndi dedik ki, and kəsişmədir. Birinci sorğunu götürürəm. Bax, birinci sorğuda yazıb yaşı 35-dən böyüklər. Bax, yaş böyükdür 35. Bax, bunlardan, bax bu sütundan ancaq yaşı 35-dən böyük olanları götürürəm. Hansıdır? Birinci. Üçüncü. Böyükdür, bərabər demir. Ona görə bunu götürmürəm. Məsələn, 1 və 3. Başqa heç birində yaş 35-dən böyükdür. Sonra ortada and yazıram. And-in əvəzinə belə kəsişmə işarəsi də qoya bilərsiniz. Kəsişsin. Əmək haqqısı 600 manatdan kiçik olanlarla. Əmək haqqısı 600 manatdan kiçik olanlar 1-də var, 2-də var. 1, 2. Daha sonra 4-də var, bir də 5-də var. 4-də var, 5-də var. Baxın, bu kəsişmə funksiyası olduğuna görə ancaq hər iki tərəfin ortağını qəbul edir. Yalnızca, yəni sualın doğru cavabı, yəni plus alan sətir, true cavabını alan sətir bircə dənə var burada. O da hansıdır? Hər iki tərəfin ortağı hansıdır burada? Nəyi götürüm? 1. Vəssalam, sualın doğru cavabı 1-dir. B variantı. Sadəcə bura plus aldı. Bax, indi həqiqətən də baxın. İndi mən bayaq nə dedim? Dedim ki, bu and funksiyası deyir ki, bu da plus olsun, bu da. İkisi eyni anda plus olanları götürür. İkisinin eyni anda plus olduğu sadəcə bir dənə variant var. O da birincidə. Bax, görürsünüz, həm yaşı plusdur burada, mənə verilən sorğunu ödəyir, həm də əmək haqqısı mənə verilən sorğunu ödəyir. İkisi də plusdur, ona görə. Amma məsələn, buna bax, tutalım ki, məsələn, burada əmək haqqısı ödəyir, amma yaşı ödəmir. Axı dedik, and bu minusları sevmir. Bir dənə minus görən kimi atır bütün sətri. Sonra məsələn, burada yaş ödənir, amma maaş ödənmir. Ona görə bu gedir. Tutalım ki, burada yaş ödənmir, maaş ödənir, amma minus sevmədiyi üçün and, məsələn, bunu atıram. Eyni şəkildə burada da maaş ödənir, amma yaş ödənmir, yenə atıram. Yəni ikisinin eyni anda ödəndiyini götürürəm sadəcə olaraq. Məcbur deyil 2 dənə olsun, 40 dənə də olsa yenə 40 plus olmalıdır ki, orada and-i götürə biləsiniz. İndi baxaq görək. Deməli, Elvira Zahirova başa düşdünüz? Aha, bəli. Əla. Başa düşməyən var bəs hal-hazırda bu izah etdiyimi? Xeyr müəllimə, mən başa düşdüm. Əla.
İndi davam eləyək. 1-2 dənəsini mən işləyim, ondan sonra sizlə bir yerdə artıq işləyək. Məsələn, 86-cı suala baxaq. İndi burada biraz daha uzun bir sorğu verib. Burada məsələn mənim indi işlədiyimdə cəmi 2 dənə sorğu var idi, bir dənə də operator. İndi burada biraz operatorun sayı məsələn or da var, and da var, biraz artıb. Amma yenə də qorxulu bir şey təbii ki yoxdur. Sadəcə olaraq mən sizə demək istəyirəm ki, əgər plus minus qaydası ilə gedəcəksinizsə, çalışın sadə sorğuları, yəni bir operatorda sorğuları bu şəkildə gedəsiniz. Operator sayı çox olanda çalışın kəsişmə birləşmə qaydası ilə gedəsiniz ki, daha dəqiq cavab alasınız. İkisində də eyni çıxacaq cavab, amma siz özünüzü biraz çaşdıra bilərsiniz uzun suallarda. O səbəbdən deyirəm. İndi baxın bax, burada fikir versə, mən də bax bir dənə bu sorğu var, bax bura. Bir bu sorğu var. Buna niyə bir dənə sorğu deyirəm? Çünki mötərizənin içindədir. O səbəbdən, yəni bunu bütöv cavabı nə alacamsa, burdan nə cavab alacamsa, gətirib bunun ilə kəsişdirəcəm. Bax görürsüz? Burdan bu mötərizədən aldığım cavabı, burdan aldığım cavabı ilə ənd edəcəm. Ona görə bir dənə sorğu kimi deyirəm o mötərizəni. İndi gəlin əvvəlcə mötərizəni işləyək. Adətən bilirsiniz ki, riyaziyyatda mötərizədən başlayırıq işləməyə. İndi mötərizənin içərisində or ilə bir sorğu verib mənə. Nə edəcəm? Əvvəlcə informatikanın 10-a bərabər olduğu hissələri yazacağam. İnformatika sadəcə 4-cüdə 10-a bərabərdir. Ona görə bax burada 4 yazıram. Ortada or verildiyinə görə birləşmə işarəsi qoyuram bu formada. Or birləşmə funksiyasıdır çünki. İndi isə xarici dilin 10-a bərabər olduğu hissələr yazıram. Xarici dil 1-cidə 10-a bərabərdir. Bir də 3-cüdə 10-a bərabərdir. 1 və 3. İndi or funksiyasının yekun cavabı ikisinin kəsişməsi çıxır. Üzr istəyirəm. İkisinin ümumi hamısı çıxır da, yəni ordakıları da götürür, burdakıları da götürür. Dedik axı, or funksiyası heç kimin xəttinə dəymir. Yəni deyir ki, sol tərəfdə gəlsin, sağ tərəfdə gəlsin. Sol da, sağ da gələndə buranın yekun cavabı 1 3 4 çıxır. Məsəl üçün, əgər burada and yazılsaydı, kəsişmə olsaydı, məsələn, bunun cavabı 0 çıxardı. Çünki iki tərəfdə ortaq olan bir şey yoxdur. Yəni həm sağda, həm solda. İkisində də olan bir şey yoxdur hal-hazırda. Amma or olanda hamını götürür. Heç kimin xəttinə dəymir. İndi bax bu mötərizənin cavabı, buranın ümumi cavabı bizdə oldu 1 3 4. İndi bu qalsın burada. İndi gəldim məntiqin 25-ə bərabər olduğu hissələri seçəcəm. Məntiq 1-də, 2-də və 4-də 25-ə bərabərdir. Yəni buranın da cavabı çıxdı 1 2 4. İndi bax 1 3 4 ilə 1 2 4-ü kəsişdirəcəm. İndi yazıram. 1 3 4 kəsişsin 1 2 4. Bunların da ortağı nədir? Hər iki tərəfin ortağı. 1 4. Bəli, 1 və 4. Sualımızın doğru cavabı bu variantıdır. Bu qədər sadə. Aydındır? Bəli. Bəli. Əla. Sonra gəlin 1-2 dənə, hətta məsəl üçün mən düşünürəm ki, bunu siz özünüz eləyə bilərsiniz. Məsələn, bunu siz özünüz eləyin. Dəqiqə baxın buna. Hə, bax 85-i. Amma tapan hələ ki cavabı deməsin. Mən soruşum ki, hamı ədalətli şəkildə olmuş olsun. Səs eşidilmir heç kəssə yoxsa? Hal-hazırda bu 85-ci sualı işləyir tələbələr. O səbəbdən. Hələ ki mən heç nə demirəm. Hə, yaxşı, müəllimə. Mən də eşidirəm indi, yaxşı. Buyurun. Tapdınız? Yavaş-yavaş cavablar deyək.
tapdıq. A Bəli. variantıdır müəlliməm. Deməli, D. A variantı. Əgər nəsə deyə bilməyən varsa, burada yaza bilər. Müəlliməm, Bəli, müəlliməm. bəli. A variantıdır yoxsa İndi gəlin baxaq. Deməli, Mən B-yə baxmışdım. siz Y tapdınız? B. Tamam. Gəlin baxaq birlikdə. Deməli, imtahan balı 55-dən böyük olanları götürürəm. O hardadır? 1-də, 3-də, 4-də, 5-də. Ortada kəsişmə verilib. Kəsişsin. Qayiblərinin sayı 3-dən kiçik ya da bərabər olanlar. O da hardadır? 1-də var, 4-də var, 5-də var. Hər ikisinin ortağı sadəcə 1, 4, 5-dir. Ortaqları 1, 4, 5-dir. Hər iki tərəfdə olanlar. Bir dənə 3 burada cığalçılıq eləyir. Qalanları hamısı ortaqdır. Ona görə də sualın doğru cavabı A variantı olur. düz tapmış onda? Əla, bəli. Əla. Əla gününüzə. İndi gəlin buna baxaq məsəl üçün. Bax fikir verin, belə bir şey imtahanda qarşınıza çıxacaq. Ola bilər deyər ki, hansılar cavab verir, ola bilər deyər ki, neçə dənəsi cavab verir. Elə olanda özdə bunu açıq sualda verəndə təhlükəlidir. Məsələn, siz tapmısınız 1, 4, 5, orada yazıb neçə dənə. Normalda siz yazmalısınız 3 dənəsi. Amma açıq sualda siz 1, 4, 5 yazırsınız məsəl üçün ora. Avtomatik bunu cavab kartını skaner yoxladığına görə avtomatik onu səhv götürür. Çünki ona deyilib ki, 3 yazanları düz götür ancaq məsəl üçün. Ona görə hansı deyir, yoxsa neçə dənə deyir, ona diqqətlə baxaq. Buyurun, 84-ü yazaq. 84-ü yazın siz. Yenə də tapan deməsin. Müəllimə 84-də C variantıdır. Hamı tapdı. Mən B-dir. C variantıdır məncə. Tamam. Həm D-yə baxaq, həm C-yə baxaq görək bizdə hansı düz olacaq. 2 çıxdı. İki, B variantı. Baxaq. 2-dir cavab verdim. Aha, baxaq indi. Deməli, C1 4 olsun. Bax görürsüz bu bir sorğudur. Bax bu mötərizə bir sorğu olacaq. Bu da ayrı bir sorğu olacaq. Yəni burdan da bir cavab tapacağam bu mötərizədən. Sonra bu həndəsə bərabərdir 5 hissəsinə də bir cavab tapacağam. Yekunda da bunları ənd eləyəcəm birlikdə. Kəsişdirəcəm yəni yekunda. O səbəbdən ilk öncə mötərizəni işləyək. Deyir ki, ya, bax görürsüz ya var burada və ya. Ya C1 4 olsun, ya da informatika 4 olsun. O zaman nə edirəm? Əvvəlcə C1-in 4 olduğu hissələri götürüb yazıram. Deməli 2-də birləşsin. İndi də informatikanın 4 olduğu hissələrə yazıram. O da 1, 3 və 4-dədir. 1, 3, 4. Bu da birləşmə heç kimin xəttinə dəymirdi, hamını götürürdü deyə 1, 2, 3, 4 olur buranın cavabı. Yəni bu mötərizənin cavabı çıxdı oldu 1, 2, 3, 4. İndi həndəsənin 5 olduğu hissəni yazıram. Həndəsə sadəcə ikincidə 5-dir. İndi bax, həndəsədən aldığım cavab ilə yuxarıdakı mötərizədən aldığım cavabı ənd edirəm. Kəsişsin 1, 2, 3, 4. Hər ikisinin ortağı sadəcə bax buradakı 2-dir. İkisinin ortağı, ona görə də sualın doğru cavabı olacaq B variantı. Ola bilsin siz burada səhv baxmısınız. Üçüncü kimi bu 1, 2, 3 belə sayanda bu gəlib üçüncüyə düşür. Ona görə yəqin elə baxmısınız. Bəli, müəllimə, mən onu səhv tapdım. Bildim. Bayaq söylədim. Tamam, sonra gəlin biraz fərqli bir sual tipinə baxaq. Like ilə olan sual tipinə baxaq. Daha sonra not ilə olan sual tipinə də baxaq. Görək burada not qalanları çünki eynidir tiplər olaraq. Deməli,
Baxım görüm not funksiyası varmı burada? Hə, bax burada məsələn var not funksiyası. Deməli 109-cu sualda universitet budur ya da universitet adnusu. Elə bir mənim oxuduğum universitetləri burada tapıblar, yazıblar birbaşa. Sanki bilirlərmiş kimi özə sırasında uyğun yazıblar. Deməli bu bir mötərizədir. Bax fikir verin, bura bir mötərizədir. Bu da başqa bir sorğudur. İndi bax bununla bu mötərizənin cavabı ilə bu sorğunun cavabını kəsişdirirəm. İndi bir dəqiqə bunda vaxtı hələ var 10 dəqiqəsi. İndi gəlin tapaq. Deməli, ilk öncə universitet buda olanları bir kənara yazıram. Hardadır o? 1-də var, bir də 6-da var. Sonra or verilib deyə birləşsin deyirəm. Birləşsin universitet adnusu olanlarla. O da 2-də var, 5-də var. Adnusa. 2-də var, 5-də var. İndi birləşəndə hamı götürülürdü. Ona görə 1, 2, 5, 6. Bu mötərizənin cavabı 1, 2, 5, 6-dır. Yazdım, qalsın bir kənarda. İndi gəldim hansına? Not funksiyasına. Deməli, not funksiyasında mən sizə məsləhət gördüyüm şəkildə işləyərsiniz imtahanda. Deməli, notu əvvəlcə aktiv saxlayın. Not açdım mötərizə. Nəticəsi 59-dan kiçik olanları götürürəm. Hardakı nəticə 59-dan kiçikdir, onları götürəcəm. Deməli, 2-də kiçikdir, 3-də kiçikdir, 2-də, 3-də. Sonra amma kiçikdir, bərabər demir. Ona görə 59-un özünü götürmürəm. Vəssalam, 2 ilə 3-də kiçikdir. İndi qarşısında not olanda mən bunu belə başa düşürəm. Not 2, 3. Yəni 2, 3 deyil. 2 və 3 deyil. 2 və 3 deyilsə, o zaman yerdə qalanlar olmalıdır sualın doğru cavabı. 2 və 3 deyil, belə çıxır ki, cavab 1, 4, 5, 6, 7. Yəni bunu belə 2 ilə 3-ü inkar elədiyim üçün yerdə qalanları düz götürməliyəm. Ya da belə düşünə bilərsiniz. Hal normalda 2 və 3 ödənir. Amma o mənə deyir ki, 2 və 3 ödənməsin, yerdə qalan hər şey ödənsin. Belə də düşünə bilərsiniz. Amma bunu tətbiq etməsəniz yaxşı olar. Not nəticə 59-dan kiçik. Yəni mənə deyir ki, nəticə 59-dan kiçik olmasın. Əgər 59-dan kiçik olmasınsa, onda belə çıxır ki, ya 59-dan böyükdür, ya da 59-a bərabərdir, düzdürmü? İndi notu da buradan silə bilərsiniz, əgər belə tərsinə çevirəcəksinizsə bu şeyi. O zaman mən də baxıram ki, 59-dan böyük ya da bərabər olanlar 1, 4, 5, 6, 7-də var da. İndi niyə görə deyirəm birbaşa çevirmədən, yəni mənim yazdığım kimi yazın, niyə görə deyirəm onu? Çünki sorğu böyük olanda, yəni böyük sorğuların qabağında not veriləndə, avtomatik çevirmədə başqa nüanslara da diqqət etməlisiniz. O nüanslara isə diqqət eləməkdənsə, baş qarışdırmaqdansa, elə bu formada işləmək ən mükəmməlidir. O səbəbdən də bu cür əlimizi vərdiş elətdirək ki, imtahanda heç birimizin səhv etmə ehtimalımız olmasın. İndi Mən bir sual verə Buyurun. bilərəm. buyurun. Burada biz qeyd elədik. Birinci budunu seçdik, sonra da adnusunu seçdik. Hı hı. Olur 1, 2, 5, 6. Hı hı. Sonra da end notu seçirik. Mən bir şey başa düşmədim. Biz Hı hı. end olanda ikisində ortaq olanları götürürdük, düzdür? Hı hı. Amma hələ ənd eləməmişəm axı. Hələ ki sadəcə notun nəticəsini yazmışam. Yəni 2, 3-ü seçmirik, düzdür? 2, 3 olanları seçmirik. Belə deyək də. Yəni 59-dan aşağı olanları. Hələ bura baxma. Hələ ki əndlə heç nə eləməmişəm. Mən sadəcə Aha, iki- not, bax buranı işləmişəm hələ ki təkcə. Not nəticə kiçikdir 59-dan. Yəni nəticə 59-dan kiçik deyil. Deyil. Birinci iki hissəyə bölürük də. Birinci buna baxırıq, sonra endi tətbiq Bəli, edirik. bəli, düzdür? bəli. Əvvəlcə bu Aha. mötərizəni, sonra bunu, yekunda da mötərizə ilə bunu ənd edirik. Tamam, bildim. İndi gəl bax, burdan 1 2 5 6 almışdım. 1 2 5 6. Bu notdan da cavabı 1 4 5 6 7 aldım. İndi mənə deyir ki, bunların ikisini ənd elə. Kəsişsin. 1 4 5 6 7. Kəsişəndə də hər iki tərəfdə ortaqlar götürülür. Bizdə hər iki tərəfdə ortaqlar 1 5 və 6 var. 1 5 və 6. Yekunda deməli bunun cavabları harda yazılıb bəs? Şərtini ödəyən yazılar 1 5 6 olur. Variantları isə deyəsən yoxdur. Cavab olur 1 5 6. İndi baxaq görək hər kəs dərsdədirmi? Əla. Baxaq görək. Məsəl üçün Nərgiz İsrafilov. Məsələn, başa düşdünüz Nərgiz?
Mənə bu biraz çətin gəldi. Notla Yəni bağlı biraz indi qarışıq gəldi. 1-2 dənəsini də işləyək notla bağlı. Tamam. Yəni indi sırf not olan hissələrə odaqlanacağam. Məsələn, burada da bir dənə not var. İnkar funksiyasıdır da, yəni not. Deməli, necə böləcəm? Bax, buranı birinci mötərizə kimi bölürəm. Buranı ayrı işləyirəm. Sonra buranı ayrı işləyirəm. Bax, bunu. Bax, görürsünüz, əndə dəymədim. Yekunda isə, əndə yekunda baxıram. Yəni, end not fikirləşməyin onu. End not deyil o. Prosta notdur. Bəlkə də sizi end not çaşdırırsa. Yəni, əndə ən axırda baxacam. İndi ilk öncə mən bu birinci mötərizəni işləyirəm. Kivi 62 ya da banan 54-dən böyük. Bunları tapacam. Bundan ötürü ilk öncə kivinin 62 olduğu hissəni yazıram. Kivi 3-də və 4-də 62-dir. 3, 4. Birləşsin bananın 54-dən böyük olduğu hissələrini. O da banan 1-də 54-dən böyükdür, bir də 4-də. 1, 4. İndi buranın ümumi cavabı mən bilirəm ki, 1, 3, 4 çıxmalıdır. Çünki birləşəndə hamı götürülür. Bu mötərizənin cavabı oldu 1, 3, 4. Bunu yazdım, bu qaldı cibdə. İndi keçdim hara? İkinci hissəyə, not hissəsinə. Not hissəsində notu biz dedik ki, ilk öncə aktiv saxlayırıq. Not, açdım mötərizə. Nə istəyir? Ananasın 40-dan kiçik olduğu hissələri istəyir məndən. Ananasın 40-dan kiçik olduğu hissələri istəyir, amma sonra da inkar eləyir onu. Ona görə mən əvvəlcə ananasın 40-dan kiçik olduğu hissələri yazıb, sonra da yazdığımı inkar eləyəcəm. Deməli, ananas harda 40-dan kiçikdir? Sadəcə birincidə. Not 1. İndi bu siz nə deməkdir? 1 deyil. 1 deyil. Mən də deyirəm ki, əgər 1 deyilsə, elə bil ki, kimsə mənə ipucu verməyə çalışır. Deyir ki, bax ha, bax burada 1, 2, 3, 4-cü sətirlər var, amma cavab 1 deyil. Mən də deyirəm, hə, o zaman 1 deyilsə, belə çıxır ki, 2, 3, 4-dür da. 1 deyil dedi mənə, başqa bir şey demədi ki. Mən də fikirləşirəm ki, mən bunun cavabını 10-da 2, 3, 4 götürəcəm. Deməli, 1-i inkar eləyirəm, əvəzinə yerdə qalanları sualın düz cavabı kimi götürürəm. Həm bu şəkildə baxa bilirdim, həm də necə baxırdım? Deyirdim ki, əgər not ananas kiçikdir 40 deyilsə, o zaman belə çıxır ki, əgər ananas 40-dan kiçik deyilsə, belə çıxır ya ananas 40-dan böyükdür, ya da 40-a bərabərdir. İndi həqiqətən də fikir verin, notu buradan ləğv eləyib əksini götürsəydim, ananasın 40-dan böyük bərabər olduğu hissələri götürsəydim, həqiqətən də 2, 3, 4 çıxmayacaqdı cavab. Həqiqətən də elə o çıxdı da məndə də. Buranın da cavabı çıxdı 2, 3, 4. Bax, burada oldu 2, 3, 4. İndi bu ikisini indi əldə edəcəm. Hələ indi. Keçirəm əndə üzrə. Deməli, burada almışdım 1, 3, 4. Kəsişsin, and. Burada da almışam 2, 3, 4. Hər ikisinin ortağı oldu bizdə 3 və 4. Hansı nömrəli yazılar? Cavab oldu 3-cü və 4-cü nömrəli yazılar. Aydındır indi? Yəni ikincidə daha aydın oldu. Bir də Nihal xanım, bizdə bir Buyurun. materiallar veriləcək, yəqin kitab almaq lazım olacaq da işləmək üçün, düzdürmü? Mən yəni sizə materialları göndərəcəm özüm. Biz özümüz də işləyərdik sonra. Aha, təbii ki, göndərəcəm materialları hər birini. Çox Bunların video izahlarını da, testlərin video izahlarını da göndərmiş olacağam ki, unudarsınızsa baxarsınız. Sonra, məsələn, indi gəlin bax 106-nı siz işləyin. Notla olan bir funksiyadır. Amma baxın ha, bax, nəzərdə tutduğum şey bu idi. Bax, görürsüz, not verib, amma mötərizəsinə bax, mötərizəsi böyükdür. Burada şey eləyə bilmirsən. Burada avtomatik qoy əksini götürə. Məsələn, bərabərdir həkimdirsə, məsələn, bərabər deyil həkim. Burada onu eləməyin. Burada onu eləsəz cavab səhv çıxacaq. Belə bircə dənə şey veriləndə avtomatik əksinə çevirə bilərsiniz. Çox şey veriləndə avtomatik əksinə çevirmirsiniz. Alırsınız cavabı, bunun cavabını, mötərizənin cavabını alırsınız. Alandan sonra əksinə çevirirsiniz. İndi mən sizə güvənirəm ki, siz bunu işləyə bilərsiniz. Ona görə buyurun 106-cını işləyin, amma tapan cavabı deməsin hələ ki.
Bir dənə mən bu dərsi buyurun. Vay vay vay, burada nə qədər not verilib indi görürəm mən. Yəni aldığınız heç nəyin cavabı düz deyil, yəni hamısını əksinə çevirirsiniz. Müəllimə, mən eləyə bilmədim. Heç sonda izahını verərsiz də. Mhm. Tapa bilən oldu? Mən 6 tapmışam. Dəqiqə gözləyə bilərsiniz müəllim. Aha, tamam. Müəllimə, mən 2 üst fikirləşirəm. Sadəcə qaldım yenə belə, bilmirəm düzdür səhv. Aha, indi baxacağıq. Yaxşı. Müəllimə, mən də Müəllimə, 5-6 mən tapdım. Mhm. Mən 2 tapdım. Tamam, gəlin baxaq. İndi burada biraz çaşmağınız normaldır, çünki çox not var. Not. Başdan ayağa hər şeyi inkar edir bu funksiya. O zaman gəlin baxaq. Deməli, notu aktiv saxladım. Not. Açdım mötərizə. İndi bax fikir verirsə, bax bura bir mötərizədir. Bax bu baş hara qədər bir dəqiqə. Gəlin elə bir dəqiqə görüm mötərizə harda qurtarır. Burada başlayıb mötərizə yekunda qurtarır. Yəni hamısının sırayına gedəcək. Yəni bütün mötərizənin qabağında ümumi not var. Yəni elə bil ki, bütün mötərizəni işləyəcəm, cavab alacağam. Aldığım cavabı da inkar edib əksini götürəcəm. Not, ona görə notu belə yazmayım indi. Yəni yadımda saxlayıram ki, not orada aktivdir də hal-hazırda. Not bütün mötərizənin qarşısında var onsuz da. İndi belə eləyəcəm. Əvvəlcə cins sırayla gedəcəm. Çünki burada bütün elə mötərizə olduğuna görə, bax görürsüz, bura qədər, bura qədər. Bura qədər. Əslində burada belə şey eləməliydilər. Eybi yoxdur. Burada mötərizəni bağlamalıydilər, amma eybi yoxdur. Müəllimə, bir söz deyə bilərəm. Bəli, Bağışlayın buyurun. sözünüzü. Orada mötərizəni bağlamalı deyildilər. Məncə mötərizənin içərisində mötərizə var. Ona görə birinci içəridəki mötərizəni eləyib, onu not eləyib, ondan sonra həmin mötərizəni eləyib təzədən not eləməliyik. İndi bax sırayla sadəcə indi görək də, görək almasaq cavabı, deməli mötərizəni bağlamayıblar onlar. İndi gəl bir sırayla gedək. Cinsi bərabərdir kişi olanları yazaq burada. Birinci, ikinci, dördüncü. Burada cinsi kişidirlər. İndi and yazacağam, kəsişsin. Not, bax notu aktiv saxlayıram. Açıram mötərizə. Stajı 14-dən böyük bərabər olanları yazacağam. Staj harda 14-dən böyük bərabərdir? 3-də və 5-də. 3-də, 5-də. İndi mən nə yazmışam bura? Not 3, 5. 4-də də var, müəllim. 14-də bərabər. Hə, 4-də də var, bəli. 3, 4, 5. İndi mən not 3, 4, 5. Yəni 3, 4, 5 deyil. O zaman əgər 3, 4, 5 deyilsə, bunun cavabı belə çıxmalıdır. 1, 2, 6. 3, 4, 5-in tam əksi 1, 2, 6-dır da bizdə, düzdürmü? O zaman mən buranı silirəm və bura 1, 2, 6 yazıram. 1, 2, 6. Hələ ki, bura qədər deyim və dayanım. Bura qədər aydındır hələ ki. Bəli, müəllimə. Bəli. Əla. İndi bax, bunun cavabını tapaq. Bunların ikisinin, burada kəsişmə var axı. İkisinin ortağı. Yəni 1 və 2. Bax, buranın cavabı çıxdı 1, 2. Bax, bu hissə var.
Bax, bura qədər olan hissənin cavabı bizdə 1 və 2-dir. Buranı tapmışıq. İndi keçirəm hara? Keçirəm bax, buradakı hissəni tapmağa. Qarşısında da not olduğunu unutmuram. Bax, bu hissənin qarşısında not var. İndi bunu da tapacağam. Sonra buradan tapdığımla buradan tapdığımı kəsişdirəcəm. Bu aydındır, bu dediyim, hal-hazırda dediyim. Bəli. İndi gəl buranı tapaq. Qarşısında not olduğunu unutmuram. Qeyd edirəm ki, tapdığım şeyi inkar edəcəm. Bu görürsüz, buradakı notu yazıram indi mən. Deməli, not vəzifə bərabərdir həkim. Vəzifəsi həkim olanları yazaq. Hardadır o? Bizdə 1-də var, 3-də var. Sonra ortada or verilib. Nə edirəm? Birləşsin fəhlələrlə. Fəhlə hardadır? O da sadəcə 4-də var. Bəli, indi bunun cavabı belə bir şey olur da. 1, 3, 4 yekun çıxır. Çünki birləşmədir də. Amma not 1, 3, 4. Yəni 1, 3, 4 deyil. 1, 3, 4 deyilsə əgər, belə çıxır ki, 2-dir, 5-dir, 6-dır. Yəni, buranın cavabı da çıxdı. Bax, bunun cavabı çıxdı. 2, 5, 6. Hə, indi bax, burada 1 və 2 var idi. Burada da 2, 5, 6 var idi. Bax, indi bu ikisini bax, ənd eləyəcəm. Deməli, 1, 2 kəsişsin 2, 5, 6 ilə. İndi ortaq sadəcə olaraq 2 var burada. 2. Yəni, bu mötərizənin ümumi cavabı 2 çıxır. Mötərizənin ümumi cavabı. Bax, buranın ümumi cavabı 2-dir. Amma nə var qabağında? Not. Not 2. Bu deməkdir ki, 2-dən başqa hər şey. Not 2, yəni 2 deyil. Bəli, o zaman belə şey olur. 1, 3, 4, 5, 6. Ümumilikdə bax neçə dənə yazı var deyir. 1, 3, 4, 5, 6. 5 dənə yazı var. Yazı sətir deməkdir bu arada aksesdə. Yazı sətir mənasına gəlir. Yekun cavabımız 5-dir bizim. Yəni ümumi analiz edin ki, başa düşdük. Bax, belə bir şey deyim. Burada belə deyək də, böyük ehtimal ki, başa düşmədiyiniz ya da sizin çətinlik çəkdiyiniz hissə informatika hissəsi deyil. Çünki mən əminəm ki, siz başa düşdünüz ki, not nə eləyir, and nə eləyir, or nə eləyir, 100% başa düşmüsünüz bunları. Sadəcə proses uzandıqca sıralamasını qarışdırırsınız. Birinci hansını eləyim? Heç nə, gördünüz, mən sırayla getdim sadəcə olaraq. Sıradan başladım, bunu tapdım, sonra bunu tapdım, sonra qabağında not var idi deyə bunu inkar etdim. Sonra bunu tapdım, qabağında not var idi deyə yenə inkar elədim. Sonra buradan tapdığım ilə buradan tapdığımı kəsişdirdim, amma qabağında not var idi deyə yenə inkar elədim. Notları nəzərə Orada alın. 6 niyə götürmədik? Çünki mən birincidə də 6 tapmışdım, ikincidə də 6 var idi, üçüncüdə də 6 var idi. Ona görə mən 5, 6-nı götürmüşdüm. Çünki onları qarşılaşdırandan sonra İndi mən tapdığımda 6 da var idi. 6-nı niyə götürmədik, ona görə deyirəm. Bəlkə mən diqqət Mən 5, 6 etmədim. tapmışdım. Bəlkə həqiqətən də var idi. Sildim yazdıqlarımı da. Yaxşı, ona bir də baxaram. Hamı 6 tapıb. Burada 6 var idi hamı tapdığında. Deməli, Xeyr, müəllimə, mən 6 tapmamışdım. 5 ilə 6 ola bilsin, mən səhv eləmişəm. Aha, bir də baxaram, çox sağ olun. Buyurun, mən bunların izahlarını da Mən göndərəcəm. 2 tapmışdım. Hə, siz 2 tapmışdınız, amma inkar etməmişdiniz. Şərti düzgün oxumamışdım, şərtə heç fikir verməmişəm. Amma dediyiniz qaydada gəlmişdim. Əla, 2 düz tapmısınız, sadəcə gərək yekunda bir dənə də 2-ni inkar eləyərdiniz. Hə, şərtə baxmamışam. İndi bax, mən bunu sizin üçün izah etdim. Özəlliklə bu məsələ sizin üçün ev tapşırığı olsun. Siz buna bir dəfə də evdə baxın. Çünki buradakı ən uzunu budur elə. Buna bir dəfə də evdə baxın. Gələn dəfə mən yenə soruşum bunu. İkinci dəfə siz bir baxıb, sonra mən tezdən bir dənə izah edəndə artıq hər şey oturuşacaq. Sonra Evin tapşırıq verəcəksiniz buradan müəllimə atacaqsınız. Bəli, göndərəcəm. Gəlin biraz da şeyə baxaq. Bu il qəbula düşmüş tipli suala baxaq. Bu il belə bir şey düşmüşdü deməli bizə. Yəni o çox məşhur sual tipidir. Yəni adı yadımdan çıxdı, qurumun adı. DİM-in məşhur suallarından biridir. Həmən bu sual tipi. Bu il yenə də qəbula salmışdılar. Sadəcə mən gərək fərqli bir mənbəyinə gedim. Burada yoxdur çünki ondan. Deməli DİM-in test toplusundan
Yəni ev tapşırığınızı ola bilsin dimdən verərəm. Oradakı suallar da qəşəngdir yəni. Onsuz hamısını işləyəcək. Yəni əsas dərslərimiz başlayanda bütün qəbula düşmə ehtimalı olan mənbələrin hər birini işləmiş olacaq. Deməli, Access Excel-dən sonra olmalıdır. Deməli, belə tipli bir sual düşmüşdü bizə. Birinci qrupa yazılanlar və sair kimi bir şey düşmüşdü. Elə sırf ona ən çox oxşayanı göstərir. Məsələn, bu sual. Belə bir sual buyur düşüb. Deyir ki, tələbələr və onların yazıldığı fən kursları haqqında verilənlər bazasının cədvəlindən fraqment verilib. Bu cədvələ görə riyaziyyat fənnindən birinci qrupa neçə tələbənin yazıldığı, yəni bu adam həm riyaziyyat fənninə yazılmış olmalıdır, həm də birinci qrupa yazılmış olmalıdır. İndi görək bu riyaziyyatdan birinci qrupa yazılanlar kimlərdir? Gəlin əvvəlcə biz buna əlaqəli cədvəllər deyirlər buna. Əvvəlcə mən birinci cədvəldən birinci qrupa yazılanları seçim. Bu və bu birinci qrupa yazılıblar. Amma hələ bilmirəm riyaziyyatdan yazılıblar yoxsa fizikadanmı, informatikadanmı onu bilmirəm. Bunu ikinci cədvəldən araşdıracağam. İkinci cədvəldə isə bu adamların fikir verir sizə ad soyadlar yazılmayıb. Adamları mən ancaq ID nömrəsinə görə təyin edə bilirəm. İndi bunun ID nömrəsi 222-dir. Sonra bunun ID nömrəsi 223-dür. Sonra bunda 225-dir, bunda da 226-dır. Yəni mən 222, 223, 225 və 226-nı araşdıracağam, görüm bunları hansı fənnə yazılıblar. İlk öncə 222-yə baxıram. Görürəm ki, bu cədvəldə ümumiyyətlə 222-ni verməyib. Heç nə getdi. Ona görə götürmürəm. Yəni çünki mən əmin ola bilmədim bu hansı fənnə yazılıb. Sonra 223-ə baxıram. 223 fizikaya yazılıb. Bu mənə lazım deyil. Başqa da bir şey yazılmayıb. Ona görə 223 də getdi. Sonra 225-ə baxacağam. 225 informatikaya yazılıb. Amma həmçinin riyaziyyata da yazılıb. Ona görə mən bunu götürdüm. Bir dənə plusum var. Tapdım bir dənəsini. Sonra 226-ya baxacağam. 226-da baxıram ki, riyaziyyatdan yazılıb, başqa desinə yazılmayıb. Zaten əgər riyaziyyatdan yazılıbsa, başqa nəyəsə yazılması mənə maraqlı deyil. Və salam. Baxdım ki, mən birinci qrup üzrə riyaziyyatdan 2 adam yazılıbmış. Elə bu il qəbula düşən sualdır.